davam elədiyin sürəcə mən sənə 1 manat heç nəyi verən deyiləm. İnsan kimi oturacaq, danışacaq, nə deyil. Mənə heç kimin pulu lazım, bunu ilk gündə demişəm. Mən hələ gözləyirəm, bir sən görüm hansı hoqqaları çıxardacaqsan ki, bunun axırı hara gedib çıxacaq və sən bu şəkildə nəyisə həll eləməyi düşünürsənsə, bu şəkildə həll olunmur. Hüquq müstəvisində həll olunur, ödəmə təhvil olunur. Sən bütün bu elədiyin nələr ki var, onları silirsən, bitdi, getdi bu şəkildə. Amma mən sadəcə kənardan baxırım, sən elədiyin kimi mən də öz hüquqlarımı tələb edirəm. Hansı hüquqdan bəhs edirsən? Mən sənə verdiyim pulu istəyirəm geriyə. 1 il yarımdan çoxdur ki. 1 il yarımdan çoxdur ki, səndən öz pulumu istəyirəm. Bax, verdiyin ifadəni dəyişmişsən, buradadır. Bax, hamısı əlimdə dokumentalına. Mən heç bir zaman yalan danışmamışam. İctimai olaraq hər şeyi sübut etmişəm. Sənin səs kaydından, sənin yazışmalarından, sənə attığım kartın tarixləri ilə. Bunları sən çox gözəl bilirsən. Mən hoqqa vermirəm. Hoqqanı verən sənsən. Füzuli qəzəli oxuyursan. Bunu mən sənin başından demişəm axı. Sən hara qədər Füzuli qəzəli oxuyub mənim pulumu mənə verməməzlikdən gələsən. Sən ha vaxta qədər mənim pulumu mənə verməmənin mübarizəsini aparasan. Sənə aid olmayan bir pulun həm də bu qədər yalanla, bu qədər dolanla, bu qədər yalançılıqla. Hər şeyini mən sənin ortaya səs kaydından, yazından, verdiyin ifadələrlə qoyuram ortaya. Hoqqanı çıxardan, Füzuli qəzəli oxuyan sənsən axı, Rəna Hidayətova Amil qızı. Sən hara qədər kimsənin aldığın pulu bu qədər mənimsiyəsən? Sənə aid olmayan bir də bu pulu. Axı mən hər şeyi sübut eləmişəm ki, sən məndən aldığın pulu 1 il yarımdır ki vermirsən, kreditini ödətdirdiyin halda məni təhqir deyilirsən, get adam balası olaydın. Niyə? Adam balası deyildim, düz deyirsən, sənə o pulu McDonald's'a verən ağılsızdır. Onda haqlısan. Hüquq müstəvisində həll edirsin, buyur get mənə şikayət elə. Amma deginən ki, Günəş Rəhimovanın pulunu 1 il yarımdan çoxdur kredit aldım, mənə ödədiyini bildiyim halda mənimsəmişəm və mən ona şikayətçiyəm, buyur. Bəli, məni 147-148-dən də təhdid etmişsiniz. Xəyal Məmmədov var, onu da yayınlayacağım, hamısını. Buyurun gedin, ikiniz də məni şikayət eləyin. Görün nə deyəsiniz. Səs kayıtlarınız, yazışmalarınız hamısı məndə durur. Bunu yaxşı bilirsiniz axı sizdə. Sara Safura xanımı siz nə qədər təhdid etdiniz ki, o yayınladığı videonu qaldırsın deyə. Günəşi istimaləşdirmişsən, qaldır deyə. Sən gətir mənim pulumu ver, mən onu silim. Gətir mənim pulumu ver, nağd sənə verdiyin kimi, mənə vurduğun maddi mənəvi zərərlərlə. Mən o videonu silim, səninlə mənim nə işim var? Sənin o uyduruq səhifənlə mənim nə işim var? Dediyim kimi, ifadəni dəyişmişsən, yalandan yenə. Güya ki, sənin ofisində remont olub, ona görə McDonald's'da almışsan məndən pulu. Xeyr, mən açıq göstərmişəm ki, məndən pulu aldığı günün sabahsı bu insan o şahanə ofisinlə, o remontda ofisindən video paylaşıb. Kimsənin səninlə bir dərdi yoxdur. Mən səni heç tanımırdım belə. 1 il yarımdır ki, amma mən səni tanıyıram. Və səndən pulumu ala bilmirəm. Səndən pulumu tələb eləyirəm. Rəna Hidayətova Amil qızı. Medikal TV'nin Bizimlə Dəyiş proqramının layihə aparıcısı və rəhbəri.